Salam hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. OTV-nin 10 Çağı verilişindəsiniz. Qonağımız isə Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban xanım Zeynalovadır. Mehriban xanım, xoş gördük. Xoş gördük. Mehriban xanım, son vaxtlar övladları tərəfindən cinsi zorakılığa məruz qalan qız uşaqlarının sayı çoxalıb. Sizcə bu nə ilə əlaqədardır və problemin kökündə nələr dayanır? İstənilən halda onun arxasında psixoloji pozuntular var. Normal adam, normal ata öz övladına hər hansı formada zərər vurmaz. Biz hələ fiziki toxunmaq, döymək filanı demirik. Amma ümumən bu ən utanverici, ən digər tərəfdən ehtimal ki, onların müxtəlif bu saytlar var, yəqin ora daxil olurlar və düşünürlər ki, istənilən şəxsə əl çatanda uzağa getməməkdən ötəri yaxınlarına toxunurlar. Mən belə düşünürəm. Amma istənilən halda normal insan, psixoloji durumu normal olan, öz övladına hörmət edən, ailə münasibətlərinə hörmət edən, körpüyə hörmət edən və özündən dünyaya gələn bir şəxsə toxunmaq ən alçaq, ən utanc verici bir şeydir ki, mən düşünürəm ki, bunlar çox ağır cəzaya məruz qalmalıdırlar. Yəni cəzaları çox ağır olmalıdır. Ümumiyyətlə bu cür insanlar üçün ölüm hökmü bərpa olunmalıdırmı? Biraz ölüm hökmü ilə bağlı mən bilmirəm, deyə bilmərəm. Mən düşünmürəm ki, biz Allah deyilik ki, kimsə öldürər və yaxud. Amma ən ömürlük cəzanı mən tələb eləyərəm. Ümumiyyətlə sizə müraciət edənlər arasında seks biznes işçiləri də olubmu və onlara hansı məsləhətlər vermisiniz? Ümumiyyətlə mən sizə deyim ki, sığınacağa hansı sosial statusundan asılı olmayaraq, belə deyək də, irqi, dini, istənilən baxış yiyəsi sosial statuslu adamlar müraciət edə bilər və əgər o doğrudan da təhlükədədirsə və yaxud çıxılmaz vəziyyətdədirsə, biz ona kömək eləməyə borcluyuq. Məsələn, o baxımdan bizə HIV müsbət şəxs zəng vurub, müraciət edib və biz ona kömək etmişik. Bizim əməkdaşlarım bu sahədə həm sakinləri məlumatlandırır. Məsələn, HIV müsbət şəxsləri çoxu qəbul etmir. Amma həm sakinlər mövzu ilə bağlı məlumatlı olanda, həm işçilər bu mövzu ilə bağlı məlumatlı olanda, yəni keçirtmə qaydaları hansı formada keçir və yaxud yoluxma ehtimalları olmanın qarşısını almaqla bağlı məlumatlı olanda bu məsələdə heç bir problem yoxdur və biz dəstək göstəririk. Mehriban xanım, narkoman qadınlara da qucaq açmısınızmı və belə hallarda siz onlara hansı məsləhətləri verməyi üstün tutursunuz? Açmışıq. Amma o şəxslər ki, narkotikin təsiri altındadır, onların burada qalmasına heç vaxt icazə verməmişik. Yəni kənardan olub. Kənardan olub. Yəni bir dəfə bir nəfər xanım gəlib, uşağı ilə, çox körpə uşağı var idi. Gəlməyib, daha doğrusu gətirdilər, çünki uşağın həyatı təhlükədə idi. Ondan danışıqlar aparmaq və uşağı ondan götürməyə razılıq almağı burada baş verdi. Hardasa bir gün ərzində biz onu demək olar ki, ünsiyyətdə olduq, sonra özünün razılığı ilə uşağı evinə verdik. O da məşhur model idi. Model idi, Azərbaycan. Vaxtilə sığınacağa müraciət edənlər arasında sonradan ali təhsil alıb, yüksək vəzifə tutanlar da varmı? Tam yüksək vəzifə bu nazir yox, nə bilim, digər lap yüksək. Amma yaxşı statuslu iş yerində işləyənlər, yəni bir nəfər məsələn hüquq mühafizə orqanlarında hazırda işləyir, digərləri başqa yerlərdə işləyir, var bu hallar. Yəni dövlət qurumlarında işləyənlər var. Bəs amansız cinayət törədənlər necə? Yəni vaxtilə sığınacağa müraciət edib, burada qalıb, siz onlara qucaq açmısınız, amma sonradan buradan çıxıb gedəndən sonra cinayət törədiblər. Varmı elələri? Nə mənada? Yəni vaxtilə burada qalıb, burada sığınacaqda olub. Yox. Bizdə cinayət törətmiş şəxslərlə bağlı elə bir məlumat yoxdur. Yəni hansısa cinayət törətmiş şəxs olsun, o bəlkə də hardasa olub, amma o barədə bizə məlumat verməyiblər ki, məndə o məlumat yoxdur. Yəni vaxtilə burada olub və sonra gedib cinayət törədib, o barədə elə bir məlumat yoxdur. Hər halda olsaydı məlumat bizə daxil olardı.
Adətən bir çox hallarda bu və ya digər hadisəyə görə valideynlər qız uşaqlarından imtina eləyirlər. Bəs oğlan uşaqlarından imtina eləyən valideynlər də olubmu? Olub. Məsələn, mənə zəng vurublar ki, idarə eləyə bilmirəm. Gəlin onu sığınacağa aparın. Biz bundan imtina edirik. Yəni bu təkcə qızlara qarşı deyil. Ümumiyyətlə valideynlər bəzən dözümsüzdür. İdarə etmə bacarıqları zəif olanda və yaxud vaxtında uşağı düzgün norma və qaydalarla, məsuliyyət hissi formalaşdırmadan böyüdəndə, sonradan uşağın davranış pozuntusu ortaya çıxanda valideyn zəng neçə dəfə mənə zəng vurublar. Gəlin mənim uşağımı götürün, mən onu idarə eləyə bilmirəm. Hətta bir neçə ay bundan qabaq yenə baş vermişdi. Oğlanın hardasa 15 yaşı var idi. Mən ona bildirdim ki, o yaşda biz oğlanı götürə bilmərik. Siz zəhmət olmasa Sosial Xidmətlər Agentliyinə müraciət edin, gəlsinlər qiymətləndirmə aparsınlar, ondan sonra qərar qəbul etsinlər. Yəni söhbət ondan gedir, olur, oğlanlarla da bağlı olur, amma daha çox qızla bağlı olur. Məsələn, valideyn uşağını gətirib bura ki, mən bacarmıram. Zəhmət olmasa kömək elə. Qoy burada qalsın. Bəs siz necə bacarırsınız burada onları? Əgər kifayət qədər təhlükəli, riskli davranışsa, şəxsin özünün uşaq da olsa razılığı olmadan biz zorla burada saxlamırıq. Məsələn, elə uşaqlar olur ki, deyir ki, mən burada qalmaq istəmirəm. Ən vacib məsələ odur ki, birinci bunu Sosial Xidmətlər Agentliyi bizə istiqamətləndirməlidir. Biz özbaşına uşaq götürmürük. Amma valideyn məsələn özü gəlirsə və özü qalmaqla burada uşaq olursa, o halda qəbul eləyə bilərik. Əvvəlki illərdə bu mümkün idi. Məsələn, valideyn gəlirdi və deyirdi ki, mənim uşağım burada qalır, kömək elə, məsələn, filan məsələlərdə təhsilinə, filana bizə kömək elə. Amma indi məsələn zəng vururlar, o halda ünvan Sosial Xidmət Agentliyidir, onlar qiymətləndirmə aparmalıdırlar və icra hakimiyyətidir, mütləq şəkildə polisdir. Onların iştirakı olmadan, qiymətləndirmə aparmadan biz onu qəbul edə bilmərik. Olur bura gələn uşaqlar arasında davranış pozuntusu olanlar olur. Vaxt çox gedir. Yəni təsəvvür eləyin, uzun müddət. Əlaqüstə qaydaları öyrənməyən uşaqlar üçün bu çox çətin olur da. Buradakı mühitdə bəzi hallarda görürsünüz ki, o mərhələlər. Ona görə yanaşma metodikası həmin davranışa uyğun tədricən dəyişməlidir. Birdən biz onu normaya otuzdura bilmirik ki, sən digər uşaqlar kimi eyni formada davranmalısın. Bunun üçün vaxt, zaman və digər metodika lazımdır. Fərdi söhbətlərə üstünlük verilir, psixoloq ayrı söhbət eləyir, sosial işçilər başqa cür söhbət eləyir və onun maraqlarını tapmağa çalışır. İndi biz demirik ki, biz tam mükəmməlik və yaxud bütün bunların hamısında uğur qazana bilirik. Əgər ailənin, bilirsiniz, o uşaqlarda bir digər aqressiya qalır. Valideyn məndən imtina edir, mənə qayğı göstərmir. Və biz orada tam mükəmməl ola bilmirik, ona görə ki, o birisi tərəf, əsas tərəf bizlə birgə deyil. Burada ən vacib iştirakçıların hər biri öz yerində öz rolunu düzgün ifadə etməsidir. Valideyn məsələn deyə bilər ki, məsələn bizdə bir qız var idi, anası rəhmətə getmişdi, 4 xalası var idi. Yəni mahiyyətcə 4 xala kifayət qədər qayğı göstərə bilərdilər. Amma onlar öz həyat yoldaşlarına əsas gətirirdilər ki, yoldaşım icazə vermir. Və nəticədə uşaq bura gəlmişdi. Uşağın yeganə istəyi o idi ki, xalası heç olmasa arada gəlsin, maraqlansın və biz hər dəfə ondan xahiş elədikcə ki, mümkünsə heç olmasa zəng vur. Bu adamın istək və tələbi odur ki, arzusu odur ki, mənlə əlaqə saxlayın. Arada mənim yanıma o qədər sevincək olurdu ki, onlar gələndə, ziyarət edəndə və bunun üçün də biz o körpünü qırmırıq. Məsələn, ola bilsin bəzilər düşünür ki, biz qohumluq münasibətində çalışırıq, körpünü kəsək. Bayaq dediyiniz hadisə baş versə, bəli, qəti şəkildə o körpülər kəsilir. Məsələn, atası tərəfindən, yaxınları tərəfindən hansısa qeyri-etik davranışlar sərgilənirsə. Amma digər hallarda biz əksinə çalışırıq bu körpünü möhkəmləndirək. Qohumluq münasibətlərini möhkəmləndirək. Ziyarətlərə gələndə o ziyarətləri təşkil eləyək. Özümüz zəng vurub dəvət eləyək ki, gəlin burada uşaqla söhbət eləyin, görüşün, falan eləyin. Təəssüf ki, bəzi hallarda biz onları məcbur edə bilmirik.
Son olaraq soruşmaq istəyirəm ki, adətən 18 yaşına qədər internet ocaqlarında böyüyən uşaqların aqibəti necə olur? Oğlanlar hərbi xidmətə yollanırlar. Bəs qızların taleyi necə olur? Onlara qucaq açırsınızmı? Ümumiyyətlə onlar müraciət eləyirlərmi sizə? Amma gecikmiş müraciətlər olub da. Məsələn, ailə qurublar, uşaqlandılar və bax belə bir hallar. Bəs onlara hara istiqamətləndirirsiz siz? Yox, sığınacağa ehtiyacı olanın burada sığınacağa. Bizdə model necədir? Reabilitasiya prosesi keçir, sonra həmin adama işləmə imkanı veririk. Şəxs buradan işə gedir, əgər təhlükəsi yoxdursa, işə gedir, işdən gəlir və 3 ay müddət veririk əlavə. O 3 ay müddətində qazancları konvertə qoyulur və saxlanılır, möhürlənir, saxlanılır, aktlaşdırılır. Və müəyyən məbləğ toplandıqdan sonra, məsələn, ən belə normativ məbləğ 1000 manatdır ki, ilkin ehtiyaclarını, kira pullarını bunları ödəmək imkanı olsun. Və sonradan bu adamı tərk edə bilər. Ola bilsin kimsə bir aydan sonra tərk edir. Məsələn, o istəyir ki, sığınacaq qaydaları onu sıxır və yaxud o düşünür ki, tutaq ki, telefon vermirik, deyirik ki, daimi telefon işlətmək olmaz, bu vacib işlətmək üçün və yaxud istəyir də adam istəyir ki, öz əli, öz başı olsun. Və bu halda məsələn 1 aydan sonra ola bilər, 2 aydan sonra ola bilər, bax belə. Mehriban xanım, çox sağ olun. Bizə dəyərli vaxtınızı ayırdığınız üçün sizə ürəkdən təşəkkür edirik. Var olun. Sağ olun. Sağ olun.